Görürəm, ikinci JBKB-də sıfırdan 1-ə, 1-dən 0-a, 0-dan 0-a kimi. Baxıram, B trik yerinin, buyurun, B trik yerinin sıfırdan 1-ə keçməsinin olmalı. 1-dən 0-a keçməsi 1 olmalı, 0-dan 0-a keçməsi 0, İndi növbəti mərhələdən inirəm, növbəti mərhələdə sayğacların müayirələndirilməsində növbəti mərhələdən inirik, Karno diaqramı. Karno map deyilər. Buna Karno xəritəsi, Karno diaqramı, Karno üsulu, simplifikasiya üsulu, sadələşdirmə üsulu. İndi Karno diaqramı qurmaq üçün görürəm, 2 girişim var, 4 dənə xanam olacaq, 2 dəyişənim var, 4 xanam olacaq və vermələr cədvəlindən istifadə edib CA, KA, CB və KB girişləri üçün alqoritmləri müəyyən edir. CA bərabər QA indeks vursun QB-yə, KA bərabər QB indeks, CB bərabər K indeks, KB bərabər QA indeks. Görürsünüz, həmin bu alqoritmlərdən istifadə edərək Logic proqramında, Logic eləyim proqramında sistemi yıxır. Görürsünüz ki, QA-ya, QA indeks ilə QB hasilini vermişəm əldə elementi vasitəsilə. Deməli, KA-ya QB-nin indeksini vermişəm və sayğacımız sayma ardıcılığına fikir verirsiniz. Necə başlayır? 0, 0, 1, 0, 4-cü takt impulsunun təsiri ilə nə olur? 0 vəziyyətinə qayıdır. 1 olmalıdır normalda, 4-cü takt 2 bitlik sayğaclarda, 4-cü taktda 1 vəziyyət alınmalı çıxışda, amma mən məcburi olaraq yinəlim 0, 1, 2 və 2-dən 0-a çevrilməli həyata keçirər sinkron sayğacdır. Bu sinkronluq əlamətinə fikir verin uşaqlar. Görürsünüz ki, hər iki trigger, baxın, həm QA, həm də QB çıxışlarının mənsub olduğu triggerlər takt girişinə bilavasitə qoşulur. Yəni, özündən əvvəlki triggerə qoşulmur. Bu sinkronluq əlaməti. Məntiq cəhətini də demişdik sizə və görürsünüz ki, burada toplama rejimində işləməsi üçün xüsusi bir şərt yoxdur ki, mütləq siz düz informasiya çıxışından götürməsi məlumatı ya invers informasiya çıxışından götürməsi. Burada qoşulma, əlaqələrin yaradılması, çevirmələr cədvəli və Karno diaqramları sonra sadələşdikdən sonra məlum olur. Aydındır?